Böyük çətinliklərdən nicat tapmaq üçün oxunan dualardan biri də Nadi Əli duasıdır. Bu duanı daima oxumaqla insan bir sıra çətinliklərdən qurtula bilər. O cümlədən birinci, böyük bir çətinliklə qarşılaşan zaman bu dua 7 dəfə ixlasla oxunsa, həmin çətinlik inşallah həll olar və ya ona dözmək asan olar. İkinci, insan qorxduğu və ya ehtiyat etdiyi zalım bir şəxsin yanına gedərkən bu duanı 3 dəfə oxuyub bədən üzvlərinə üfürsə, həmin zalım şəxs ona qarşı mehriban olar və onunla yumşar davranar. Üçüncü, dünya malı əldə etmək üçün bu dua sübh namazından sonra 9 dəfə oxunmalıdır. Dördüncü, borcun ödənilməsi üçün 15 gün ərzində gündə 22 dəfə bu duanın oxunulması faydalıdır. Beşinci, hamilə qadının doğuşu çətin olarsa, doğuşun asanlaşması üçün bu dua bir kasa suya 5 dəfə oxuyub həmin qadına içirtmək lazımdır. 60-cı, bu duanı özü ilə gəzdirən şəxs insanın, cinin və heyvanların şərrindən amanda qalar. 7-ci, övladı olmayan şəxs bu duanı daima oxusa, Allahın inayəti ona yetişər. 8. Nəzərdə tutulmuş bir şəxsin məhəbbətini qazanmaq üçün bu duanı cümə axşamı həmin şəxsin adına 14 dəfə oxumaq və 100 dəfə salavat demək lazımdır.